müsəlman teologiyasında belə qəbul olunur ki, Tövrat və İncil təhrif olunub da, dəyişib. Yəni bunun nəticəsində də silsiləvi davamı olaraq da bu təhrif olunduğuna görə Qurani-Kərim nazil olubdur. İndi mən nəyi sizə xatırlatmaq istəyirəm ki, bəlkə həmin təhriflər nəticəsində Allah obrazı həmin o siz dediyiniz formaya düşüb. Siz bunu necə qəbul edirsiniz? Gələk ora çıxaq. Gələk ora çıxaq. Birincisi, bu təhrif məsələləri mən doğru saymıram. Niyə doğru saymıram? Adətən hər şeyə ayıq baxmağı doğru sayıram. Nə olar? Bəşəriyyətin keçdiyi yolda da, bəşəriyyət min illər bundan öncə yanlışlara yol verib də, biz onun yanlışlarına niyə qorxuruq demək? Məsələn, insan, bəşər övladı niyə qorxur yanlışları boynuna almağa demək? Təbii inkişaf var da. O dövrlərdə o olub, bu dövrlərdə başqa, yəni bir gəlişmə olmalıdır. İnkişaf biz min illərin o tayında olan baxışı olduğu kimi tutub saxlamalı deyilik və ona biz tapınmalı deyilik. Bu bir aşama idi, bu bir tarixi aşama mərhələ idi. Yəni bu oldu, keçdi və o dövrdə nə idisə, doğru idi, əyri nə idisə buydu. Yəni bununla biz barışmalıyıq. Birinci, bu. İkinci, təhrif deyirlər. Yaxşı, təhrif olmayan ortaya çıxarsalar. Təhrif olmayan hanı bəs? Bəs nədən bilirik ki, təhrifdir? Təhrif o vaxt təhrif bildik ki, orijinal var. Ortaya çıxardılar. Deyirlər ki, bax bu orijinaldır, bu da təhrifdir. Bilirsiniz, onda biz başlayırıq orijinal üstünü, elə deyil mi? Fakt olaraq ortada bir şey yoxdur. Bu məsələnin o tərəfi. İkinci, gəlin götürək İslam dünya görüşünü. İslam dünya görüşündə Allah yenə də, baxın, yenə də ərəblərin hamısı kimi çıxış edir. Bütünlüklə ərəblərin hamısı kimi çıxış edir. Öncə doğmayıb, doğulmayıb, ortağı yoxdur, falan yoxdur, belə-belə şeylər deyilir, doğrudur. Ancaq ondan sonra arxasınca gəlirsən, bu tamamilə daban-dabana zidd olan məsələlər ortaya çıxır. Məsələn, mən yazmışam ki, İslam dini monoteist din deyil. Yəni tək Allahlıq deyil, politeist. Onda politeizm də var, dualizm də var, panteizm də var və monoteizm də var. Nədə özünü göstərir? Müsəlmanlığın əsas şərtlərindən biri mələklərə inan məsələsidir. Mələklər nə demək? Milyardlarla mələklər var. Hər bir mələk insanların çiynində, sağında, solunda hər şeyi hesabat verir, lövh məhfuzda qeyd olunur. Bilirsinizmi? Bu animizm dövrünün qalığıdır. Ruhlar dövrünün ki, bəşəriyyətin ən ibtidai inanç dövrləri olubdur, animizm dövrü. Bu animizm dövrünün qalıqları. Bir, ikinci, doğulmayıb, ortağa ehtiyacı yoxdur. Allahın nə ortağa ehtiyacı var? Mələklər ordusu yaranan Allah üçün mələklər var. Nəyə gərək ki? Allahın nə ehtiyacı var mələklərə? Baxın, axı Allah kainatın içsəl qüdrətidir. Bunun idarəçiyə, bunun yardımçıya, bunun filana ehtiyacı yoxdur, olmamalı. Bax, bu əslində həmən o çox Allahlığın qalıqlarıdır ki, o gəlib özünü orada göstərdi. Yunan, bilirsiniz, Yunan Zevs və Poseidon, Hefes, Hermes, Apollo və elə çox Allahlıq dövrüdür. Və bu çox Allahlıqda baş Allah var, Zevs, yardımcı Allahlar var. Burada mələklər Allah adlanmır, mələk adlanır. Fərqi yoxdur, yardımçılardır. Həmən psixologiyadır, həmən ideyanın uzantılarıdır, gəlib orada özünü göstərir. Yaxud gəlin baxaq, dualizm məsələsi. Əl-Ərəb surəsində bilirsiniz bəlli, nədir? Allahla iblisin dialoqu var. Birincisi, bunu bir obraz kimi deyil, bir həqiqət kimi sunurlar. Bilirsiniz, bir həqiqət kimi, obraz kimi başa düşə bilərik. Yəni, buna biraz, bizim nağıllarımız da var da, nağılları mən qəbul edirəm, anlayıram. Niyə? Nağıllar, bilirsiniz ki, biraz haşiyə kimi çıxıram, bağışlayın. Nağıllar əslində nə edir? Biz uşaqlara, körpələrə birbaşa fəlsəfə dillə hansı həqiqətləri deyə bilmərik ki. Nağıllarla onların şuurunun altında nələrisə oluşdururuq, nələrisə yerləşdiririk. Məsələn, deyək ki, Məlik Məmməd nağılı qaranlıq dünyaya düşür, gedir qabağına bir qəsr çıxır, ayağı yerdən, başı buluddan, nə bilim, nə mallan bir qəsr çıxır. Bu qəsr cazibəlidir filan da, girir içərisinə 40 otaqlı bir qəsrdir. Birinci otaq, nə bilim, bağ, baxça filan, ikinci belə, üçüncü belə, 39-cu qızıl, ləl, cəvahir belə. Yəni təsvir edir. Nə deməkdir? Qəhrəman olmayanlar nəfsinə tabi olur. Qalır burada. Qəhrəmanlar nəfsinə tabi olur. Birinci otaqla, ikinci otaqla, filancı otaqla qani olmur. O gedir axıra qədər. Və o gedir 40-cı otağın qapısını açır. 40-cı otağın qapısını açanda nə gözləyir? Qaranlıq bir zirzəmi, saçından bir qız asılıb və götürür qızı saçından asıb yerə qoyur, qara qüvvələr, devlər hücum edir. Bunlarla döyüşür, eləyir və məğlub edir, şəri məğlub edir.
Qızı götürür, özü ilə çıxarır, ailə qurur. Yəni xilaskarlıq ideyası var burada. Həyat davam edir. Həyat belə bu cür döyüşlər üzərində, qara qüvvələrlə, qaranlarla döyüşlər üzərində gözəl olur. Yəni bunu biz nağıllarla körpələrin şuurun altında verə bilərik. Böyük fəlsəfi dillə yox. Bax bu baxımdan mifologiyada, nağıllar da gözəl bir şeylərdir, gərəkli bir şeylər. Bunları oxumaq gərəkdir. Məsələn, Azərbaycan insanları heç Azərbaycan nağıllarını bu gün oxumur, mifologiyanı oxumur. Ancaq cəmiyyətin mənəvi təşkilini həyata keçirən Dünya Baxışın baş kitabında belə şeylər hərfən verilməli deyil. Obrazlarla da verilir. Birbaşa verilir, iblislə Allah nədir? Diyaloqa gedir. Bu yenə deyirəm, mən hesab edirəm ki, burada Allah ideyası küçümsənilir. Və iblis Allahdan, sən məni yoldan azdırdın falan edin, məni oddan yaratmışdın, nə bilim, mən Adəmi torpaqdan yaratmışdım falan etmişdin, mənə möhlət ver falan elə. Bu ayələrdə konkret sadalanır. İblisdən möhlət verir, deyir, sənin yolunda durub sənə iman gətirənləri yoldan azdıracağım. Ona deyir, möhlət verilənlərdəsən. Ay başa dönün, bax, bilirsiniz, bu obrazı mən mənalandıra bilmirəm. Buna ad qoymaq doğru deyil. Ad qoymaq doğru deyil. Axı Allah bu dərəcədə mi doğrudan da adama bənzər formada düşünülməlidir, qüvvələşməlidir və o iblisə meydan verməlidir. Axı iblis müstəqilləşir burada. Müstəqillik əldə edir və müstəqil olaraq Allahla bərabər insan üzərində hökmranlıq edir. Bizim planetimizin hökmranı olur. Bu əslində dualizmin qalığıdır. Həmən dualizm. Məsələn, bizim Zərdüştdə belə bir şey var. Bəli, iki substansiya kimi götürülür da. İki substansiyanın başlanğıcı. O da müstəqildir, bu da müstəqil. Baxmayaraq ki, bu əvvəl müstəqil olmalı, fakt müstəqillik ortaya çıxır burada. Çünki bunun o təkdir, birdir anlamı qoruna bilmir, bilirsinizmi? Məsələn, mən yazıram ki, Zərdüştlükdə Əhrimən Hürmüz döyüşü daha müqəddəs idi. Onlar da mifik əsaslara dayanır təbii. Daha müqəddəs idi. Niyə? Çünki Hürmüz insan uğrunda döyüşürdü, insanlıq uğrunda döyüşürdü. Döyüşürdü Əhrimənlə. İnsanın üzündə, əlində, əməlində, qəlbində Əhrimən insanın üzünə qonmasın, gözlərinə əyri kimi qonmasın, əllərinə yadlıq kimi qonmasın, qəlbinə fəlakət kimi qonmasın. Bəli, döyüşürdü. İnsanın üzündə, əməlində döyüşürdü, təbiətdə döyüşürdü, hər yerdə döyüşürdü Əhrimənlə. Qanına qəltan olurdu, gedirdi dağlar, təbiət onu sağaldırdı, çaylarda yuyunurdu, qalxırdı, bir də döyüşürdü. Bu panteizmlə gələn, türk panteizmlə gələn həm də bir baxışdır. Bu da Çulğaşıqdır. Yəni, bilirsinizmi, bu Hürmüz Əhrimənlə döyüşür, insan uğrunda döyüşür, insanlıq uğrunda döyüşür. Axı burada Allah heç iblislə nəinki döyüşür, iblisə meydan verir. Heç insan uğrunda döyüşmür və insanı durub hədəliyir. Sən iblisə uyduğun üçün səni belə eləyəcəm, elə eləyəcəm. Yəni, Ən-Nəbə surəsində məndə başdır, nədir adı, cəhənnəmlə hədələməni. Yəni, Allah müqəddəsliyini itirir, bilirsiniz, Allah insanı, səni orada daim əzab çəkəcəksiniz, içməyə bir şey olmayacaq, qandan və irindən başqa falan. Belə Allah kəlamı ola bilməz, əzizim. Bilirsinizmi? Burada Allah yenə deyirəm, küçümsənilir. İnsanı qorxutmaq üçün Allahı bu dərəcə küçümsəməzlər. Allah müqəddəsdir. Yəni Allah anlamı müqəddəsdir. O kainatın daxili içsel qüdrətidir. O nizamdır, harmoniyadır, uyumdur. Bu adama bənzər qüvvə deyil. Mən dönə-dönə yazmışam bununla bağlı ki, Allah deyirlər nurdur. İlahi nurdur. Allah ilahi nur deyil. Nur işıq yəni. İşıq fiziki anlayışdır. Onun ölçü vahidi var. Hesablanır. Allah hesablana bilməz. Yaxud enerji. Bəzilər, məsələn, Hind şeylərdə var, kitabxanaçılarda var, ilahi enerji kimi qəbul olunur falan. Allah enerji ola bilməz axı. Enerji də gənə hesablanır, ölçü vahidi var falan. Bax görürsün, yəni Allah anlamına yanaşma məsələsi burada qırağa çıxır. Türklərin tanışlığında daha uca götürülürdü. Nəinki burada? Bax, Asif ata burada deyir ki, aldatdı. Buna görə deyir Allah. Allahı, yəni Allah anlamını. İndi Allah sözü ərəblərin əlillah sözündən gəlib, Qureyşlərin baş bütünün adıdır, oradan götürülür. Və nə yazıqlar ki, elə, bax, Quranı oxuduqca izləyirsən, görürsən ki, elə Allaha bir çox xassələr əlillahdan gəlir. Yenə də tayfa dini səviyyəsinə endirilib. Yenə də hardasa görürsən ki, bir qövmün Allaha kimi çıxışıdır. Belə deyil axı. Yəni, bu kainatın içsel qüdrəti bir qövmə xas ola bilməz. O bütöv kainatın içsel qüdrətidirsə, o hansısa ərəbin falanın böyüyü, hamisi kimi çıxış edə bilmir. Burada baxın, necə ki Yunanlarda Allahın və köməkçi Allahın hamısı Yunan dilində idi. Burada da ərəb dilindədir. Mələklərin hamısının adı, Allahın adı, hamısı ərəb dilindədir. Yəni, bilirsinizmi, kimsə deyə bilər ki, bu ərəb böyüyünə sunulduğuna görə, verildiyinə görə bu dildədir. Yox, doğru deyil.
Doğru deyil. O zaman razıyam. O zaman icazə vermək gərəkdir ki, hər xalq tanrısal sistemini öz dilində öyrənsin, öz dilində araşdırsın, öz dilində yanaşsın. Özü ona ad qoysun, kimlik qoysun. Bilirsinizmi? İndi mən burada yenidən bir məqama qayıtmaq istəyirəm. Biraz məsələyə, biraz elmi idraki yanaşmaq da pis olmaz məncə. Əslində, Tanrı məsələsini bu bir insan təfəkküründən asılı olmayan bir məsələdir. Yəni, kainatın içsəl qüdrəti. Ancaq o içsəl qüdrətə verilən keyfiyyətlər insan təfəkkürünün daxil. O insan ona keyfiyyətlər verir. Məsələn, baxın, dediyim ki, Musanın Rəbbinin bütününə Yəhudi keyfiyyətləri verilib. Yəhudi keyfiyyətləridir. Qısqanc falan və ilə. Mən indi bunu sadalamaq istəmirəm. Yəhudi keyfiyyətləri verir. Bax, yaxud da İslamda Məhəmmədin Allah ona ərəb keyfiyyətləri verilibdir. Yəni, ərəb keyfiyyətləri verilir. Türkün orada keyfiyyəti yoxdur. Allah insanlar üçün, belə deyək də, bir etalondur. İnsan ibadət edəndə o etalona verdiyi milli insani keyfiyyətlər onu xatırlayır, onu dilə gətirir, onu özünə aşırır, onunla özünü tərbiyə edir. Yəni o keyfiyyətlər ki, o Allaha qövmdən, millətdən gedir, o yenidən insana qayıdır ibadətlərdə, nə bilim mən, rituallarda insana qayıdır və insanı tərbiyə edir. İnsanı kainatın gözəlliklərini öyrədir, dünyanın gözəlliklərini öyrədir, dərk etdirir və insan olduğunu fərqinə varır, Allahla vəhdətdə olduğunu anlamına, fərqinə varır. Bax, bu olursa, onda dünya bu cür olmazdı. Onda dünyanın nizamı, ahəngi gözəl olardı. Çünki dünyanın gedişi, dünya bizim ağlımızın yaratdığı deyil, amma dünyanın gedişi bizim yaratdığımızdır. İnsanın insana münasibəti, təbiətə münasibəti, başqa xalqlara münasibəti, dövlətə münasibəti və ilə və s. Heyvana münasibəti, hamısı əyilir. Niyə? Çünki insan özünə bənzəmir. İnsan özü deyil. İnsan öz mahiyyətinə uyğun yaşamır. Ona görə də onun münasibətindən dünyanın nizamı, gedişi əyilir. Bax, burada tanrısal sistem əyilir. Burada əyri götürür. Ondan sonra Allahın heç bir rolu qalmır. Axı, o dünyanın içsəl, kainatın içsəl qüdrəti mənim varlığımda yaşamalıdır, mənim düşüncəmdə yaşamalıdır, mənim sevgimdə yaşamalıdır, mənim həyat tərzimdə yaşamalıdır ki, mən dünya gözəl olsun. Onda həmən o qüdrətdən, o mütləq olan, əzəli, əbədi olan qüdrətdən dünyanın gedişi müqəddəslik tapar, nizam tapar, gözəllik tapar. Bax, bu açıdan asibata yanaşır ki,